Hər vaxtınız xeyir olsun, mənim dəyərli izləyicilərim. Bugün tuşonkanı ev şəraitində necə hazırlayıramsa, ev üsulu yəni. Necə hazırlayıram onu göstərmək istəyirəm. Və bu malın bel hissəsidir. Tuşonkanı malın bel və boyun hissəsindən hazırlanır. Belə yağlı olur o hissələr. Baxın, yarı ət, yarı yağdır. Ona görə belə tək ət hissəsindəndir. Burada 2 kilo yarım ət var. 2 kilo yarım ətdir. Hamısını belə tikələrə ayırmışam. Görürsünüz, hamısı yəni xalis ətdir də, burada sümük olur. Düyəli bölgələr var, sümüklə edir, amma mən bunu sümüklə eləmirəm. Və bu 2 kilo yarım ətin üzərinə mən harca bir 3 orta boy soğanı nazik görürsünüz, nam nazikdir, doğrayıram. Əlavə edirəm, duz vurmuram hələ ətə. 1 saat pişəndən sonra duzunu, istiotunu vuracam inşallah. Onda ətin bərk olmur. Ət öz sokunu, belə deyim də, özündə saxlayır. Və belə, soğanı vurdum. Daha sonra soğanın üzərindən dəfnə yarpağı yerləşdirirəm. Çox gözəl ətə ətir verir. Belə. Dəfnə yarpağının üzərindən isə kərə yağı yerləşdirəcəm. Bu kərə yağını mən Püremilkdən sifariş verirəm. Videonun alt bölümündə səhifəni qeyd edəcəm. Yəni əsl kərə yağı da çox ləzzətli eləyir yeməyə. İnan, o qədər dadlı olur Püremilklə yeməklər. Həm səhər yeməyində də işlədirəm, həm belə yeməklərə də. 3 dilim, hardasa 100 qram Püremilkin kərə yağından yerləşdirirəm qazana və sağım. Yarım stəkan da su tökürəm. Ondan sonra 1 saat pişirəcəm. 1 saatdan sonra vamxodda 1 saat pişəcək. 1 saatdan sonra duzunu, istiotunu vuracam. Bismillahirrahmanirrahim. Suyumuzu da əlavə elədik. Və sağım. İndi bismillah. Düz 1 saatdır ki ət bişir və artıq soğan gördüyünüz kimi tamamilə əziləyib, yəni görünmür. Və mən artıq duzu vururam. 1 xörək qaşığı duz vururam. Əslində buna dənəvər istiot vurulur. İndi məndə dənəvər istiot yoxdur deyə adi qara istiot vururam. Və sağım. İndi saat yarımda vamxodda artıq ət pişib ha qızlar, baxın. Ət yumuşaqdır. Amma indi saat yarım tam parça olsun deyə, həm də yağa düşsün, suyu tam çəkilsin. Saat yarım belə xodda, belənin içində qaynaya pişəcək. Tam 2 saat keçib və mən indi sizə göstərəcəm. Qızlar, dəhşətdir. Yəni ətri bilirsiniz nədir? Dəhşət. Baxın. Yəni yarım stəkan su əlavə eləmişdim. Artıq yağı təmiz üzünə çıxıbdı. Bir yarım saatda pişsin, götürəcəm. Ətə baxın, baxın. Ət hər vuranda belə ov olur, görürsünüz. Pambıqdır bir dənə. Qızlar, baxın. Tam hazırdır, görürsünüz. Baxın, 1 qram suyu qalmır. Hamısı ətin yağı, bir də kərə yağıdır. Çünki ət təmiz, baxın, ovulur. Görürsünüz. Qızlar, kaş ki mən ekrandan bu ləzzəti sizə çatdıra bilərdim, bu qoxunu sizə çatdıra bilərdim. Möhtəşəm. Həm çox ləzzətli hazırlamışam, həm də Püremilkin kərə yağı ilə bilirsiniz də hazırlanan yeməklər bir başqa ləzzətli olur. Belə hazırlayın, sizdən şu canlıqla yiyin.